Bir də fikirləşirəm ki, burada belə kötüyü var. Başlamışam kəsməyə, amma baxıram ki 2 həftədən çox da belə qalıb da. Bu belə xoşuma gəlmir. Nəyə? Ona görə də yarımsıq bir işimin qaldığını düşünürəm. Ki, mən işləri yarımsıq buraxıram. Ona görə onu kəsmək lazımdır qısa müddətdə. Tamamlayaq, yoxsa yarımsıq saxlayaq? Tak, rast ki ağacı da kəsdik. İsti-isti, tərli-tərli emosiyalarımı bölüşmək istəyirəm. Yəni, bayaqları o tamamlanmamış bir iş idi. İndi isə artıq tamamlanmış bir işdir. Yəni, mən ən azından istəyimin bir hissəsini satmışam. Yəni, bu adama nə verir? Bu adama onu verir ki, bəli, sən yarı qoyduğun işləri, başladığın işləri tamamlamağa qadirsən. Yəni, sən tamamlamaq hökmündəsən, eləyə bilərsən bunu. Sən bacaracağın bir şeydir. Və onun üzərindən bizi hərəkətə keçirir. Biz durub növbəti yarım qalan işlərimizi tamamlamış oluruq. Sonuçta nədə uğur deyil qardaşım bu. Yəni burada artıq bir fəlsəfəyə zada ehtiyac yoxdur. Yəni işi qloballaşdırmaq lazım deyil. Hər şey çox sadədir. Başladığın işləri tamamla.